Və İtalyan sələmimin pizzası hazır. Nuşca. Biz bu cavan oğlanla gedirik bazar tükana. İndi mağazinə girsə xoşbəxt olacam. Hərdən girmirik. Tartır mənə az. Balan bazarlıq eləyib, sularla gedir. Mamıçkası, kişinin mamıçkası. Poçina və darçın. Əslində bunu, darçını, bütün kofe növlərinə 4-cü gün qatmaqla eləyə bilərsiniz bu ritualı. Əsl günü odur. Amma gündəlik də eləyə bilərsiniz. Hələ səhərlər lap gözəl. Darçını əlavə etdikdən sonra qarışdıra deyirsiniz. Mən bu kofeyə darçın səfarət, necə ki kofeyə, kofenin növünü deyirsiniz, bu içkiyə darçın dad qatır, xüsusi dadlı edir. Eləcə də mənim həyatım, varlıq, zənginlik, xoşbəxtlik, sağlamlıq, uğur, tanınmışlıq, dostluq əlaqələrim, komfort, pozitiv, gözəllik, cavanlıq, zənginlik, daim artan pul, məhəbbət, xoşbəxtlik, bütün nə yaxşı varsa həyatıma elə dad qatır və həyatım da elə olur. Və belə də oldu. Təşəkkür edirəm, şükürlər olsun. Kitabı başladım. Gülsəran Budayıcıoğlu, Görünməyən Qadınlar. Bu sumkamı götürəcəm, yeyirlərsə Səlimələ uyub getib yatıb. Ümumiyyətlə, mən kitab oxumayan insanları anlamıram. Düzdür, nə bilim, uzun illər mən də oxumadım, amma onun yenə də haradasa ildə bir-iki dənə də olsa tapıb oxuyurdum. Müəyyən səbəbləri var idi, amma ümumiyyətlə, yəni bir var səbəbi var, oxumağa vaxt olmur və yaxud müəyyən səbəblərdən oxuya bilmirsən. Bir də var ki, kitab və insan ayrı, o insanların ali savadı olsa belə çox cahil olur. Kitab oxuyun. Hello, biz Səlimçiklə gedirik. Səlimçik bu günləri çox əsəbi idi və əsəbi olduğu üçün yatıb getmişdi. Onu saxla özün, sumkam balacadır. Bu da mənim lukum, luk videosu çoxdan da çəkməmişəm. Belə. Yaraşdırdım, dəst halına gətirdim. Sonunda tapdım kitabçını. Yəqin ki buradadır. Burada bir kitab var. Onu mən endirimli vaxtın gözləyirdim, düşüb görüm qalıbsa. Kitabı aldım və burada, amma oturub eş eləmək lazımdır. Burada və burada pulsuz kitablar var. Yəni ki, götürüb apara bilərsiniz. Pulsuzdur. Burada rus kilsəsinə yaxındır. Deməli, burada rus kilsəsinə yaxındır. Mirəli Qaşqay 8. Həm kafedir, həm də kitabdır. Zamansız kitabını aldım, göstərərəm və en qədər pulsuz kitab seçdim. Görsünüz, orada kitabları qoyublar. Çoxsu rusçadır, Azərbaycanca da olan var. Amma Kiril əlifbası ilə seçdim, pulsuz verirlər, gəlin alın. Amma başqa müasir kitablar, yəni ki, yeni nəşrlər endirimdədir. Endirimdə bir dənə kitab almışam. Əslində gəlmişdim o endirimli kitabçım və bu qədər də pulsuz kitab seçdim. Əzizlərim, gəldim, amma tozdan silmək lazımdır. 2 kilo kitab götürmüşəm. Bu Cümanın əsərləridir. Nəndir? 2 Monte Cristo'dur. Qraf Monte Cristo, hər kəsin tanıdığı o Qraf Monte Cristo. Bəlkə nə vaxtsa təkrar oxuyaram. Kitab anam üçün götürdüm, əlbəttə ki. Mən bunların çoxunu erkən gəncliyimdə və uşaq vaxtı oxutdurmuşdum. Ruskaya klassическая literaturadan Lev Tolstoy'un Smert İvana İliçya povesti и рассказы. Dediyim kimi, deməli, kitabçıda pulsuz kitablar var idi. Oleg Shmelyov və Vladimir Vostokov Mir приключения, ошибка резидента, kniga 2, kniga 1 taparam. Yadısa gəlib, bunu oxumuşam mən. Cavanlığımda, erkən gəncliyimdə, uşaqlığımda. Sadəcə dedim ki, yenə də oxuyum. Rezidentə aid serial da var idi Sovet dövründə, hatırlayırsınızsa. Bu da yenə Lev Tolstoy'un povest və raskazlarıdır. Bu nədir? Çox içimdə yox. Kəsər ya adam. Bilmirəm, yəqin ki, belə baxdım, səhifələr... Ortada səhifə yoxdur. Elə bildim var. Çünki seçəndə baxırdım, ev yoxdur. Heç nə olmaz. Daha sonra seçəndə baxırdım ki, səhifəsi olan kitablar olsun.
Kuprinin raskazı i povesti idi. Çoxsu orada Rusça idi. Kuprinin raskazı i povesti. Heyf bu Tolstoyun içində. Mən baxdım bir-bir. Eyb yoxdur. Bəlkə arxa tərəfinə düşüb baxaram oxuyanda. Və ən əsası müqəddəs kitablarımdan biri olan, heç kim demək ki, yalnız Quran müqəddəsdir. Quran da, Tövrat da, İncil də müqəddəsdir. Mən Quran-ı Kərimi 2 dəfə oxumuşam, tərcüməsini, Azərbaycanca anlamını. Bu da İncildir. İncili mən qədimdə oxumuşdum. Hətta mən uşaq variantını oxumuşdum. Müqəddəs kitabdır. Ev toz içindeydi. Götürdüm. Mein Reed, Потерянные в океане. Bakalım. 4-cü tomda 2 dənəsi olmalıdır. Bir də neydi ara içində? Затерянные в океане в дебрях Борнео или приключения потерпевших кораблекрушения. Əlimdə silirəm. Saltykov-Şçedrinin neydi bu? Zarubizon əsərləridir. Bu qədimi kitablardır. Sovet dövrünün kitablarıdır. Bu yazıqlar niyə bugünə? Elə sanki suya düşüb çıxıb. Nəysə, oxuyarıq inşallah. Əsas da sevinirəm ki, İncili tapmışam, müqəddəs kitab. Yəni, mənim üçün Quran qədər İncil də, Tövrat da müqəddəs bir kitabdır. Allahın göndərdiyi kitablardan da, yəni Allahın qanunları yazılan kitablardır. Çünki Tövrat Yevreylərdədir. Birinci Tövrat olub, Tövrat. Sonra İncil olub, sonra Quran-ı Kərim olub. Mən kitabçıya, baxın bu kitab üçün getmişdim. Risenin Zamansız kitabından ötürü getmişdim. Mən bunun PDF variantını tapmamışdım. Bu orijinal variantıdır. İçində baxın belə, sadəcə kutusu yoxdur deyəsən. Neçə kitabdan? Məncə bu bir kitabda. Hə, bu Zamansızın birincisidir. Deyəsən davamı da olacaq, yanılmıramsa. Davamını da alaram. Yəni ki, orijinal kitablarda baxın belə şəkillər, belə kartlar olur. 20 neçə manat idi əslində. 65 faizlə düşmüşdü. 9 manat 99 qəpik, 90 manat 90 qəpik neysə o manat. Yəni, mən bu şansı əldən buraxa bilməzdim. Əslində, bunun üçün getmişdim və gördüm ki, kitabçının qarşısında kitablar var. Soruşdum, bu nədir? Dedi ki, ödənişsiz kitablarda, əgər xoşunuza gələn varsa, hətta orada oğlan dedi ki, mən özüm üçün də seçmişəm. Xoşunuza gələn kitablar varsa, götürə bilərsiniz. Daha çox götürərdim. Birinci əlim ağır idi, ikinci də səlim icazə vermirdi. Qalaq idi, onu qalağı idi, gərək bir-bir açıb baxardın ki, cırılmamışım. Əslində çoxu cırılmış değildi Hayf Tolstoyun. Baxdım, indi 2 dənə raskazını oxumayacam orada. Onu da nə vaxt oxuyacam, en qədər kitabım var. Yəni ki, hərdən məndən izləyicilər soruşur, istəyir ki, mən onlara pulsuz hədiyyə eləyim. Mən heç kəsə kitab hədiyyə eləmirəm. Amma mən sizə göstərirəm ki, kitabçıda hal-hazırda düzdür, qəşəng endirimli kitablar var. 50%, 20%, 30%, 65%. O heç. Amma kitabçının qarşısında kitablar var. Kim ki Rusça bilir, Rusça kitablar daha çoxdur. Azərbaycanca olan kitablar isə Kirili əlifbasını kim bilirsə, gedib oradan maraqlı kitabları götürə bilər. Çox da normal kitablardır. Yəni kitabxanasına əlavə edə bilər, oxuya bilər. Belə mənə qalınca isə mən gələcəkdə ödənişli kitabxana sistemi yaratacağam. Amma qoyun kitabxanamı tamamlayım, düzdür, indi qarışıqlıqdır. Bir də görürsünüz ki, birinci kitab hardadırsa, ikinci kitab nə bilim. Çünki mən onu təzədən sərgiyə salmaq üçün gərək söküm, təzədən yığım, ona vaxtım yoxdur. Ödənişli kitabxana nə zamansa edərəm, onu mən elə səliqəyə salaram. O artıq ödənişli kitabxanadır. Belə də ki, oradan götürə bilərsiniz. Dövlətin kitabxanaları var. İnternetdə o gözəl barmaqlarınızla ChatGPT yox, Google-da yazırsınız ki, Azərbaycanda, Bakıda dövlət kitabxanaları harda var? Firudin Köçərli adınadır, mən yanılmıramsa. Daha gedirsiniz o kitabxanalardan, kitab götürürsünüz, ödənişsizdir. Dövlətimiz çox qəşəng kitabxanalara kitab verir. Mən bir dəfə kitabxanaçı tanış var idi, onun qızı ilə getmişdim. Daha doğrusu qız tanış idi, maması kitabxanaçı idi. Təsadüfən olmuşdum və inandırım sizi ki, çox gözəl, təzə, hər dildə kitablar var. Gedib oradan ödənişsiz əldə edə bilərsiniz. Yəni ki, oxuyursunuz, qaytarır, abunə olursunuz, sonra oxuyursunuz. Mən bildiyim qədər ödənişsizdir dövlətin kitabxanaları. Oxuyursunuz, təzədən qaytarırsınız. Mənə qaldıqda isə mən kitablarımı nə qohuma, nə tanışa vermirəm, verəndə peşman olam. Ya gedir, ya qayıtmır, ya da ki, qaydanda belə pis gündə qayıdır. Ona görə heç kim məndən kitab istəməsin, kitab vermirəm. Hələ tanımadığıma heç vermirəm.
Gələcəkdə ödənişli kitabxana edəndə artıq ödənişli olacaq, zalog qoyulacaq kitabın qiyməti qədər və həftəlik, məsəl üçün indi həftəlik bilmirəm də, indi 1 manatdır, 2 manatdır, onu mən gərək araşdırım. Ondan sonra onu sağ-salamat gətirəndə o zaloqunu əvvəlcədən qoyulmuşunu qaytarıb o götürdüyü günlərin pulunu götürürsən. Çünki sabahlar o kitab gəlməyəndə biləsən ki, pulu əlindədir. Yoxsa 1 manat verib 20 manatlıq kitabı məndən alıb gedəsən. Dəliyəm mən. Yapramda Ruslar demiş, Allah yazıl. Nəysə, məndən bu qədər.